Vaxt hiss elədikcə səsiniz var, siz oxuya bilirsiniz. Mənim balaca qardaşım bayaq adını çəkdin, Habil. Bəli. O məndən 2 yaş balacadır. Bir de mızıldayırdıq, o da, mən də mızıldayırdı. Atam deyirdi, ondan oxuyan olacaq. Habildən. Habildən oxuyan olacaq, səndən yox. Sən utanacaqsan, özündən, sən yardımlara çəkirsən, dayıları var. Amma Habil oxuyacaq. Bəli. Amma mən bilirdim, mənim səsim var. Məsələn, səsim var, ha. Atamın yanında olmağıma baxma, səsim vardı. Məsələn, qulaq asmırdım heç vaxt onun hansı muhamı oxuyur, nə oxuyur, elə baxıyordum, oxuyur, hamı qulaq asırdım, mən də qulaq asırdım. Amma mənim zəngilam var idi. Boş yerə çıxırdım o dağın zadan başına, orada başlayırdım zəngilam vurmağa. Adətən günün hansı vaxtlarında vədəsində oxumaq xoşlayırdınız? İndi bilirsiniz, mənə əsas oxuyurdum gecə saat 12-də 1-də. Niyə? Bəli. Bizim özümüzün qoyunlarımız vardı. Hərə öz qoyunlarını çıxardırdı, dağılırdı da, indi bizim kənd dağılırdı, İran tərəfə. Bəli. Orada gecə saat 1-də, 2-də gəzsizdik. Oxuyurdum deyəndə ki, nə oxuyacaqdım? Eski oxuyurdum, çıxırırdım da, ağzıma gələni çıxırırdım. Bildim səsim var. Mən Cəllabadda məktəbdə oxuyanda, 57-ci ildir deyəsən, Çiçəklərin Azərbaycan Xruşçov gələcəkdi bura deyəsən. Çiçəklərin Azərbaycan festivalı oldu. Mənim məktəbdən yazdılar. Hələ atam bilmir mən oxuyuram. Məktəbdən yazdılar o festivala. Gəldim bu festivala, 1-ci yer götürdüm. 1-ci yer götürdüm, qayıtdım rayona. Orada nə oxudunuz? Hansı mahnı oxudunuz? Hansı? O burada olanda... Bəli, həm o Çiçəklərin Azərbaycan festivalında. Şahnaz. Şahnaz babamın. Bu o vaxt radyo idi də. Radyonu translasiya edilədilər. Nüsrətin oğlu var, oxuyur, 15 yaşı var. Onda da həmin... Yox, xəbər afanıza çatanda nə dedi o sizə? Hələ burada elə o 1-ci yer götürəndə mən maraqlandım, dedim Seyid Şişinski'yle tanış olun. Bir Vaqif adında tarsalan var idi. Məni yapardı Basın 58 indiki Basın. Nə küçəsi diyor. O vaxt Basın 58 getdi Seyidlə tanış elədi məni. Baxdı çox bəyəndi, dedi git 17 yaşın tamam olandan sonra gələrsən. Mən getdim rayona, bu cemaat məətəl qaldı, ekşib olmayız. Bilinmirdi ki, Nüsrətin oğlunun, böyük oğlunun belə səsi vardı. Atam ilə bir yerdə, orada Aşıq Sahibzad vardı, Mədəniyyət evində konsert verdiler və məni də o konsertdə yazdılar. Mən orada da Kürdü Şahnaz oxudum. Ondan sonra atama dedilər, hansı toya gəlsin, Sabiri özüylə gətirməlisin. Getirməlisin. Mən onu deyirəm də, deməzdim, mən adamla başladım toylara getməyə, mahnıları oxuyurdum. Əvvəlcə atanız sizin bu yer tutmanıza necə münasibət? Səndə bu, hardan belə filan, bəs mən ismən bilmirdim bunu filan, mən deyirdim, qardaşın oxuyan olacaq filan. Şimdi qardaşım da oxuyan olsun zannet. Qəbağı kəsmir ama. Neyse bu atamla toylara da gedəndə, saat 12-1 olan kimi məni yuxu basırdı. Özüm həm qaval çalıram yanında, həm mahnı oxuyuram. Ondan bilirdim, bu 12-də hələ qızışırdı. Mən 12-də yorulur, giderdim edebiyata falan. Bir əmim oğlu vardı, Təzəxan. O da həm oxuyurdu, həm də qaval çalırdı. O gəlib kömək eləyirdi, mən gedib yatırdım. Belə 16 yaşım oldu. 16 yaşım tamam olanda artıq məni hamı tanıdı, Nüsrətin oğlu. Mən özümü yoxlamaq üçün dedim, görüm, mən toy şənliklərini yola verə bilərəm, xalq məni necə qəbul eləyər? Atamdan ayrıldım. Niyə ayrıldınız? Bəlkə aranızda... Anamda getdim də. Bəlkə aranızda bir söz-söhbət olur. Yox, ola bilməzdi heç bir adamla. Atam nə var da sevinirdi, amma Bakıya gəlməyimə razı deyirdi. Yox, elə bura yaxşıdır. Toylar tökülüb qalıb burada nə var? Adətən Azərbaycan toylarının axırında pul məsələsi olur. O pul məsələsi... Ata ilə sizdə indi belə deyək də, şərik gedirdiniz toya. Mənki köməkçi kimi 25'den 30'dan verirdi, kalanın özü koydu cibine. Size pul vermedi. Elə mənə özüyle beraber götürürdü. Onu cibine koydu, mənə girmiş var. Neyse, sözüm onda yok. Bir il ayrı getdim. Gördüm, xalq məni yaxşı qəbul elədi. Cəllava cəmaatı məni qəbul elədi. Xanəndə kimi.